Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə bə'd. Davam edirik Tövhid kitabının qiraətinə, şərhinə. Biz qalmışdıq Hüseyn ibn Abdurrahmandan gələn hədisin şərhində. Hədisdə buyurulur ki, Uridət ələyyəl uməm. Mənə ümmətlər ərz olundu. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə buyurur ki, mənə Allah Teala ümmətləri ərz etdi. Və fit Tirmizi və Nəsai min rivayəti Əbsər ibn el-Qasim ən Hüseyn ibn Abdurrahman. İmam Tirmizinin, həmçinin Nəsainin Əbsər ibn el-Qasim, onun da Hüseyn ibn Abdurrahmandan rəvayət etdiyi əsərdə deyilir ki, ənnə zəlikə kənə leylətul isra. Bu deyir, İsra gecəsində baş vermişdir. Yəni, İsra gecəsində bütün ümmətlər Peyğəmbər sallallahu aleyhi və səlləmə ərz olunur. Qaləl Həfiz. Həfiz kimdir? İbn Həcər Əl-Əsqalani, mühəddis. وإن كان ذلك محفوظا كان فيه قوة لمن ذهب إلى تعدد الإسراء وأنه وقع بالمدينة أيضا. Əgər bu əsər həqiqətən də məhfuz qorunubsa, burada güclü bir dəlil var nəyə? İsra bir yox, bir neçə dəfə təkrarlanır deyən kimsələr. Çünki alimlər deyir ki, bəzi alimlər deyir ki, İsra bir dəfə baş verib. Bəzi alimlər var ki, deyir ki, İsra yox, 2 dəfə baş verib və 3 dəfə baş verib. Bəziləri deyir ki, İsra həm Məkkədə, həm də Mədinədə baş vermişdir. Qultu, müəllif buyurur ki, və fi hədəm nəqər, deyir, buna baxmaq lazımdır. Yəni, bu mövzu mübahisəli mövzudur. Yəni, İsranın bir və ya birdən çox baş verməsi bu mübahisəli mövzudur, yəni baxılası mövzudur. Qawluhu fərəeytun nəbiyyə və mə'əhur rəhdu. Deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən nəbilər gördüm, onun yanında nə var idi? Ruhd. Ruhd بالتسخير لا غير وهم الجماعة دون العشرة قاله النووي. Ruh yəni 3-dən çox ondan az olan bir cəmaata deyirlər. Ruh. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən Peyğəmbər gördüm ki, yanında ruh, yəni 3 və ya 9 adama qədər yanında iman gətirmiş var. وَالنَّبِيَّ وَمَعَهُ الرَّجُلُ وَالرَّجُلَانِ. Deyir ki, həmçinin mən nəbi gördüm ki, onun yanında 1 və ya 2 adam var idi. وَالنَّبِيُّ وَلَيْسَ مَعَهُ أَحَدٌ. Nəbilər də gördüm ki, yanında bir nəfər də yox idi. Həmin bu o nəbilər ki, yanında heç kim olmuyor. Bəzi alimlər bu hədisi dəlil gətirib ki, yəni nəbilər dəvətlə mükəlləf deyil və yaxud da nəbilərə kitab gəlməyən deyənlər bu dəlili gətirib ki, yəni Allah Teala nəbini göndərib və ona ancaq şəriət əmr edir, o icra edir, yəni dəvətlə mükəlləf olmuyor. Fihi ər-raddu alə mən ihtəccə bi kəsrəti. Bu hədisdə çoxluq ilə dəlil gətirənlərə rədd var. Yəni, haqlıq çoxluqdadır deyənlərə rədd var. Çünki Allah nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, mən nəbi gördüm ki, yanında heç kim yox idi. Həmçinin bunu gücləndirən ayələr varmı? Var. Allah Azze və Cəllə buyurur ki, وَاِنْ تُتِعَ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُرْدِلُّكَ عَنْ سَبِلِ اللّٰهِ. Sən deyir, yer üzündə çoxlarına itaat etsən,
onlar səni Allahın yolundan azdırarlar. Fikir ver, burada Allah çoxluğu məzəmmət etdi, mədh etmədi. Və yaxud da başqa bir ayədə Allah Azza və Cəllə buyurur ki, وَمَا وَجَدْنَا لِأَكْثَرَهِمْ مِنْ أَهْدٍ Biz onların çoxunu əhdə vəfalı görmədik. وَإِنْ وَجَدْنَا أَكْثَرَهُمْ لَفَاسِقِينَ Əksinə, biz onların çoxlarını fasik gördük. Allah Teala bu ayədə yenə çoxluğu neyinir? Məzəmmət edir. Və yaxud da başqa bir ayədə Allah Azza və Cəllə buyurur ki, قُلْ سِرُوا فِي الْأَرْضِ De yer üzündə gəzin, dolanın. Fəndur keyfə kənə aqibətül ləzinə min qabl Sizdən öncəkilərin aqibətinin necə olduğuna baxın. Kənə əksərhum müşrikin Onların çoxu müşriklər idi. Yəni kim çoxluqla hüccət gətirirsə, əslində Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nəql etdiyi bu hədis onların əleyhinədir. İzə rufiyəli səvədun azim Mən deyir, başımı qaldıranda əzəmətli bir qaraltı gördüm. Əl-muradu bihi huna əş-şəxsul-ləzi yura min bə'id. Burada murad uzaqdan görünən şəxsdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, mən başımı qaldırdım, əzəmətli bir qaraltı gördüm. Fəzənəntu ennəhum ümməti və belə zənn etdim ki, o mənim ümmətimdir. لأن الأشخاص التي ترى في الأفق لا يدرك منها إلا الصورة. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin başını qaldırdığı zaman gördüyü o şəxslər, üfüqdə yəni gördüyü o şəxslər, onları idrak etmirdi, yalnız kölgələri ilə. Yəni əzəməti, qaraltını elə bir kölgələrlə idrak edirdi Allah nəbisi. Yəni, tam aydın sifətlər görünmürdü. Böyük bir qaraltı var yəni. Müslimdə keçən hədisdə isə وَلَكِنْ دُرْ إِلَى الْأُفُقِ Mən deyir, üfüqə baxdım. وَلَمْ يَذْكُرُ الْمُصَنِّفْ لَعَلَّهُ سَقَطَ مِنَ الْأَسْلِ الَّذِي نَقَلَ الْحَدِيث مِنْهُ Lakin müsannif bu hissəni nəql etməyib. Ola bilər əslində düşüb, əsli etibarilə. Lakin bu hədis ondan nəql olunub. Fəqilə li, mənə deyildi, Həzə Musa və qavmuhu. Həmin o qaraltı Musa və onun qövmüdür. Ey Musa ibn İmran, Kəlimur Rəhman və qavmuhu ətbəuhu alə dini min bəni İsrail. Musa kim? Yəni İmranın oğlu Musa. Allahın kəlməsi, kəlamullah kəlməsi. Qövmü də Bəni İsraildən onun dininə tabi olanlardır. Onun qövmü. Fənəzərtu fəidə səvədun azim. Mən deyir, yenə baxdım, bir daha böyük bir qaraltı gördüm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Fəqilə li və mənə deyildi. Həzə ümmətuk və mə'ahum səbi'inə əlfə yədxulunəl cənnətə bi qeyri hisəb və lə əzəb. Mənə deyildi ki, həmin bu qaraltı sənin ümmətindir. Onlarla yanaşı 70.000 nəfər cənnətə əzabsız və hesabsız daxil olacaqlar. Ey, li-təhqiqihim təvhid. Tövhidi təhqiq etdiklərinə görə. Və biz dedik ki, tövhidi təhqiq etmək, yəni onu həyata keçirmək nədir? Şirk və onun bütün növlərindən uzaq durmaq, bidət və onun bütün növlərindən uzaq durmaq, asilik və onun bütün növlərindən uzaq durmaq. Və fi rivayəti İbn Fudaylin rivayətində isə və yədxulul cənnət min həuləyi min ümmətuk 70.000. Onlardan deyir, cənnətə daxil olanlar, yəni sənin ümmətindən 70.000 nəfərdir. 70.000. Və fi hədis Əbu Hüreyrə radiyallahu anhu fis-sahihin. Lakin həm Buxari, həm Müslimin rivayət etdiyi Əbu Hüreyrədən gələn hədisdə deyir ki, tudi'u vucuhuhum ida'atel qamar leylatel badr. Deyir, onların üzünün parlaqlığı həmin o cənnətə daxil olanların əzabsız və hesabsız
üzünün parlaqlığı bədirlənmiş ay, bədirlənmiş gecədə olan ayın parlaqlığı kimi üzlərinin ağlığı. Və rava el-İmam Əhməd vəl-Beyhəqi fi hadis Əbu Hureyrətə, həmçinin İmam Əhməd və İmam Beyhəqi Əbu Hureyrədən rəvayət etdiyi hədisdə "Vəstəzəttu Rabbi fəzədəni məə kulli əlfə səb'inə əlfən." Deyir ki, mən Rəbbimə dedim ki, onların sayını artır. Hər 70.000 nəfər bir dənə, hər 1000 nəfərə 70.000 nəfər də əlavə olunsun. Qalə Həfiz və sənaduhu ceyyidun. Bu hədisin sənədi yaxşıdır yəni. Təsəvvür edin, 70.000 nəfərin hərəsi də 70.000, hər 1000 nəfəri 70.000 nəfəri özündən aparacaq. Yəni artır sayı. Yəni vursaq milyonu keçər yəni. Neçə milyonu. Sümmə nəhədə eyqamə. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bunları dedikdən sonra ayağı durur və öz mənzilinə gedir. Və xadən nəsu fi uləik. İnsanlar həmin bu 70.000 nəfərin kim olduğu barədə mübahisəyə girdilər. Həzə minəl-əm əlləzi uridə bihi xusus. Bu ümumi bir ləfsdir ki, hansı ki onunla xüsusi bir şey murad olunur. Ey cümlətül hədirin. Xada bil-xa və dad əl-müctəmiteyn. Müctəmiteyn bilsən də nə deməkdir? Yəni üstü nöqtələr, iki nöqtə. Xa və dad. Yəni hədə deyil də, xada. Və fi həzə ibahətul munazirə vəl-mübahizə fin-nusus-i şər'i alə vəchl-istifadəti və bəyanil-həq. Yəni burada nəyin mübah olunmasına dəlil var? Münazirənin, mübahisənin mübah olunmasına dəlil var şər'i naslar barəsində. O mənada ki, haqq bəyan olunsun. Və fihi umqi ilmi-sələf. Həmçinin bu hədisdə sələf elminin, sələfin elminin dərinliyi var. Li-ma'rifətihim ennəhum ləm yənalu zəlik illə bi-əməli. Yəni onlar bildi ki, bu mənzilə yalnız əməl etməklə çatmaq olar. Və fihi hirsuhum aləl-xeyr zəkərəhu əl-musannif. Və burada sələfin xeyr üzərində hərisliyi var. Onlar xeyrə həris idilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm çıxır və görür ki, insanlar onların kim olması barədə mübahisəyə girir və deyir ki, humullezine la yastərqun. Onlar o kəslərdir ki, ruqya elətdirməzlər. Ruqya tələb etməzlər. Hədə səbədə fis-səhihin. Bu həm Buxari, həm Müslimdə sabitdir. Və huvə kəzəlik fi hadis İbn Məsud, fi Musnəd Əhməd və fi rivayəti lil-Muslim la yarqun. Həmçinin bu hədis İbn Məsuddan İmam Əhmədin Musnədində də rəvayət olub. Lakin Müslimdə gələn rəvayətdə la yarqun nə deməkdir? Ruqya etməzlər. Tələb etməzlər, ruqya etməzlər. وقال شيخ الإسلام ابن تيمية رحمه الله تعالى هذه الزيادة وهم من الراvi. Bu Müslimdə olan bu ziyadə var. Bu ravinin vəhmidir. Ləm yəqul ən-nəbi sallallahu aleyhi ve sellem la yarqun. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyə bilməz ki, ruqya etməzlər. Və qəd qalən-nəbi sallallahu aleyhi ve sellem və qəd suilə ənər-ruqa. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni Allah Rəsulü sallallahu aleyhi və səlləmdən ruqya barəsində soruşurlar. Nə deyir? Mən istətə minkum ən yənfəə xəhu fəlyənfəəhu. Kim öz qardaşına fayda verməyə gücü çatırsa, qoy o öz qardaşına fayda versin. Və başqa bir hədisdə Allah nəbisi buyurur ki, lə bəsə bir ruqa mə ləm təkun şirkən.
şirk olmadığı müddətdə ruqya etməkdə heç bir bəis, heç bir problem yoxdur. Və qalə eydən və qad ruqa Cibriyulun Nəbi sallallahu aleyhi ve sellem və ruqan nəbiyyü əshabəhu. Çünki Cəbrail aleyhissalam da Peyğəmbər sallallahu aleyhi ve sellemə ruqya edib, həmçinin Allah nəbisi sallallahu aleyhi ve sellem də öz əshabını ruqya edib. وَالْفَرْقُ بَيْنَ الرَّاقِ وَالْمُسْتَرِقِ Ruqya edən və ruqya etməyi tələb edən arasında fərq nədir? Ennel mustariq sailun mustati'in multafatun ilə qeyrillahi bi qalbihi və raqi muhsinun. Ruqyanı tələb edən əslində ruqyanı istəyir. Ruqyanı tələb edənin qəlbinin Allahdan başqasına meyl etməsi an məsələsidir yəni. Çünki madam ki bu tələb edir ruqyanı və ruqya edənə də onun qəlbi meylənir. Yəni Allahdan başqasına meylənir. Lakin ruqya edən muhsindir yəni. Yaxşılıq etməkdən başqa heç nə etmir. Yəni qardaşın gəlib sənə ruqya edir. Bir də ki bu nəfsi var. Sən tələb edirsən ruqyanı. Tələb edən əslində qəlbini Allahdan başqasına yönəldməkdə payı var yəni. Və innəməl muradu vasfus səb'in əlfə bitəmamit təvəkkül. Bu hədisdə murad 70.000 nəfəri nə ilə vəsf etməkdir? Təvəkkül, tam bir təvəkküllə vəsf etməkdir. Fələ yəsəlunə qayrəhum ən yərqiyəhum və lə yəkfiyəhum və kəzə qalə İbn-i Qeym. Yəni onlar, o 70.000 nəfər ki var, heç kimdən nə ruqya tələb etməzlər, nə də ki dağlanmağı tələb etməzlər. Elə bu cürdə İbn-i Qeym rəvayət edir, belə deyib. Və lə yəqtabun, ikinci vəsfləri nədir? Onlar damğalanmağı tələb etməzlər. Ey, lə yəsəlunə qayrəhum ən yəkfiyəhum. Yəni onlar başqalarından onları damğalamağı, dağ basmağı deyəcəm nədir? Tələb etməzlər. Kəmə lə yəsəlunə qayrəhum ən yərqiyəhum. İstisləmən lil qada və tələzzuzən bil bələ. Və onlar başqalarından ruqya etməyi də tələb etməzlər. Nəyə görə? Allahın qəza və qədərinə tam istislam, təslim olduqlarına görə həmçinin bəlanın ləzzətini dadmaq üçün. Həmin o 70.000 nəfər. Allah bizləri onlardan etsin. Qultu və zahiru ənə qavluhu lə yəqtabun. Bu damğalanmağı tələb etməzlər. Bu ləfsin bir zahiri əəmmu min ən yəsəlu zəlik. Onu istəməkdən, istəyən kimsədən daha bir ümumi şeydir. Əv yuf'əlu bihim zəlik bi ixtiyarihim. Və yaxud da ixtiyari cəhətdən bunu mənə et. Yəni deməkdən daha ümumi bir şeydir. Nəyə görə? Çünki damğalanmağın özü özlüyündə icazəli bir şeydir. Elə deyil? İcazəli bir şeydir. Şəriət buna icazə verir. Lakin onlar öz ixtiyarı ilə nə damğalanmağı istəməzlər, nə də bu feili öz üzərlərində etmək istəməzlər. Necə Cabir ibn Abdullah'dan gəlib ki, ənnən nəbiyyə sallallahu aleyhi ve sellem bəəsə ilə Ubey ibn Kəb təbibən və qətə'ələhu İraqan və kəvəhu. Deyir ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem Cabir ibn Abdullah'ı Ubey ibn Kəbə təbib olaraq göndərir. O da onun damarını kəsir və damğalayır. Çünki həmin dövrdə buydu. Döyüşlərdə mizə yarası, qılınc yarası, çıxış yolu ancaq damğalamaq idi. Başqa yox idi yəni. Qan kəsmək üçün. Və fi səhih Buxariyyu ən Ənəs. Buxaridə Ənəsdən gələn hədisdə ənəhu kəvə min zətil cənb və nəbiyyü həyyun. Peyğəmbər sağ olarkən Zət-əl cənb xəstəliyin adıdır. Bu pnevmoniya ağziyar xəstəliyidir bu. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatda olarkən buna görə damğa eləyib yəni.
Həmçinin Tirmizinin və ondan başqasının Ənəsdən rəvayət etdiyi hədisdə Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem kəvə Əsəd ibni Zurara minəş-şəvkəti. Allah nəbisi Əsəd ibn Zuraranı tikan batmasından damğa eləyib. Tikan batması nə deməkdir burada? Sanki qangrenadan kəsib həmin o hissəni, sonra da damğalayıb. Həmçinin Buxarinin İbn Abbasdan mərfu olaraq rəvayət etdiyi hədisdə deyir ki, Əş-şifəu fi sələs. Şəfa deyir 3 şeydədir. Şurbətul əsl, bal içməkdə, və şurtatu mihkəm hizamə etməkdə və qayyətunə və damğalamaqda. Və ənə ənhə ənilkey. Mən sizi damğalamaqdan nəh edirəm. Və başqa bir ləfsdə gəlir ki, və mə uhibbu ən əktəvə. Yəni, mən damğalanmağı sevmirəm. Ayrı-ayrı ləfslərlə gəlir. Qalə İbnül Qayyum rahiməhullah. Qad tədəmənnəd hadisul key ərbəətə ənvain. Deyir, damğalanmaqla gələn hədislər 4 növə bölünür. 1. Əhduhə fi'luhu. Bir feildir, yəni. Hədis gəlib Allah nəbisindən feili olaraq, yəni damğalanmaq. İkinci növ ədəm, məhəbbətuhu. Yəni, onu sevməmək, yəni damğalanmağı. Üçüncü növ hədislər sənəu ələ mən tərəqəhu. Onu tərk edənə Allah nəbisinin səna etməsi. Və dördüncü nəhyü ənhu, ondan ümumiyyətlə nəh etməsi. Və lə təaruda beynəhumə bihamdillah. Bu hədislər arasında heç bir ziddiyyət yoxdur. Heç bir ziddiyyət yoxdur. Fəinnə fiiluhu ləhu yədillu alə cəvazihi. Yəni, damğalanmağın, bu feilin icrası dəlalət edir ki, o icazəli bir şeydir. Və ədəmu məhəbbətuhu ləhu lə yədillu aləl muniə minhu. Yəni, onu sevməmək dəlalət etmir ki, onu etmək qadağandır. Və əmmə sənəu, o ki, qaldı səna etməyi, alə tərkihi, onu tərk edənlərə, fəyədillu alə ənnə tərkuhu əvlə və əfdəl. Bu dəlalət edir ki, damğalanmağı tərk etmək daha gözəl, daha layiqdir, daha fəzilətlidir. Və əmmə nəhyu, lakin ondan nəh etmək, qadağan etməklə bağlı gələn hədislər, fəallə səbilul ixtiyar vəl tərəhə. Bu, ya məkruhdur, ya da ixtiyar da seçim etməkdir. Üçüncü vəsf nədir? 70 min nəfərin cənnətə girməsində və lə yətətəyyərun ey lə yətəşəumun bittuyur və nəhvihə. Yəni, uğursuzluğa, quş uçurmağa, uğursuzluğa inanmamaq. Və səyəhdi inşəallahu teala bəyanu tiyarətu və mən təlləqu bəfi bəbihə. İnşallah deyir, bu uğursuzluqla bağlı olan məsələlər müstəqil bir babda gələcək. Onda deyir, izah edəcəm, müəllifdir. Və alə rabbihim yətəvəkkəlun. Dördüncü, sonuncu vəsf nədir? Rəblərinə təvəkkül edənlər. Və onlar öz Rəblərinə təvəkkül edirdi. Nədən? Nədən? Bir, ruqyə etmirdilər. Damğa vurmurdular. Uğursuzluğa da inanmırdılar. Niyə? Tam bir təvəkküllə Rəblərinə təvəkkül etdiklərinə görə. Zəkərəl əsl əl-cəmilləzi təfərrəət ənhu hədihil əf'əlul xisəl. Burada yəni Allah nəbisi nəyi zikr etdi? Əsl olanı. Hansı ki, həmin bu feillər, bu xislətlər təvəkküldən törənən şeylərdir. Yəni, onların ruqyə etməməklərinə və damğa etməməklərinə və uğursuzluğa da inanmamaqlarına səbəb nə idi? Bu nədən doğurdu? Təvəkküllərindən. Allah nəbisi ona görə axırda bunu zikr edir.
əslini zikr edir. Yəni əslini zikr edir ki, buna görə onlar bunları etmirlər. Və huvə təvəkkülü alallah. Bu Allaha təvəkküldür. Və sidqul iltica ileyhi. Ona yönəlməkdə olan sadiqlik. Vəl-i'timadu bi qalbi aleyhi. Ona bütün qəlb ilə ihtimad etməkdir. Əlləzi huvə nihayətu təhqiq təvhid. Hansı ki bu tövhidi son dərəcə təhqiq etməkdir. Əlləzi yusmiru kulli məqam şərif. Hansı ki bütün şərəfli məqamların səmərəsidir. Hansıdır o şərəfli məqamlar? Məhəbbət, ümid, qorxu, razılıq, Allah Azza və Cəllədən Rəbb olaraq, ilah olaraq onun qəza və qədərinə razı olmaqdır. Ən şərəfli məqamlardır bax bunlar. وَعْلَمْ أَنَّ حَدِيث لَا يَدِلُّ عَلَى أَنَّهُمْ لَا يُبَاشِرُونَ الْأَسْبَابِ أَسْلًا. Deyir ki, bil ki bu hədis dəlalət etmir ki, onlar səbəblərə tutunmurdular. Xeyr, bu hədisi oxuyub bu cür başa düşmə. فَإِنَّ مُبَاشِرَةُ الْأَسْبَابِ فِي جُمْلَةِ أَمْرٌ فِطْرِي ضَرُورِي لَا إِنْفَكَّكَ لِأَحَدٍ عَنْهُ. Çünki deyir, səbəblərə sarılmaq ümumi olaraq bu deyir fitri, zəruri bir əmirdir. Heç kəs bundan qıraqda qala bilməz. Bəl nəfsun təvəkkül mübaşirətun li'ədəmin əsbəb. Təvəkkülün özü deyir, ən böyük səbəblərdən biridir. Zatən deyir. Kəmə qalə Allahu Teala, necə Allah Teala buyurur ki, və mən yətəvəkkəl alallah, kim Allaha təvəkkül edərsə, və huvə həsbuhu, ona yetər. Allaha and olsun. Həqiqətən də kim Allaha təvəkkül edərsə, vallahi Allah ona yetər. Hər bir məsələdə yetər. Hər bir məsələdə yetər yəni. Sən gör kimə təvəkkül etmirsən? Aləmlərin Rəbbinə, səmaların, göylərin Rəbbinə. Yəni Allah ona kifayət edər. Heç gör Allaha təvəkkül edən varmı? Və innəməl murad ennəhum yutrakunəl umurəl məkruhətu mə ihəcətihim iləyhə. Hədisdə murad onlar ehtiyaclı olduğu anda həmin bu məkruh olan işi tərk edirlər. Ehtiyac var ha. Ruqya etməyə ehtiyac var. Damğalanmaya ehtiyac var. Lakin ehtiyaclı anda bu şeyləri tərk edirlər. Təvəkkülən alallahi Teala. Nəyə görə? Allaha olan tam təvəkkülünə görə. Kəl iktivai vəl istiqra. İstirqai. Yəni damğalanmaqdan və ruqyədən. Və tərəkəhum ləhu. Onu tərk etməkdə. Likavnihi səbəbən məkruhən. Məkruh olduğuna görə. Lə siyəmə əl-mərid. Xüsusən də xəstə adamın yətəşəbbəsu fimə yazunnuhu səbəbən lişşəfəi bi xeytil ənkəbud. Xüsusən xəstə adam nəyə təşəbbüs eləyir? Şəfa hardasa onu əldə etməyə. Sanki o hörümçənin ipindən tutan kimi tutur o şəfanı. Lakin onlar bu halda belə Allaha olan təvəkkülünə görə bu cür məkruh şeyləri tərk ediblər. Və Allah da onlara həmin bu təvəkküllərinin müqabili olaraq onları hesabsız, əzabsız öz cənnətinə daxil edir. Və əmmə mübəşirətul əsbəbi və tədavi alə vəçhin la kərəhtu fihi və qeyru qadihun fit təvəkkül. Fələ yəkunu tərkuhu məşruən. O ki qaldı tədavi etməyə, tədavi üçün xoşa gəlməz yox, tutarlı səbəblərdən tutunmaq, bu deyir təvəkkülü pozan şeylərdən deyil. Və onu tərk etmək də şəriətdə məşru deyil yəni. Baxın, Buxari və Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mə ənzəlallahu min dəin illə ənzələ ləhu şəfəən. İlmihi və cəhlihi min cəhlihi. Deyir ki, Allah Teala elə bir xəstəlik, elə bir dərd nazil etməyib ki, onun dərmanını da nazil etməsin. Bilən bilir, bilməyən də bilmir. Sadəcə bunu bilən bilir, bilməyən də bilmir.
Həmçinin Usama ibn Şərik deyir ki, kuntu ində Nəbi sallallahu aleyhi ve sellem və cəət əl-ərab. Deyir, Usama ibn Şərik deyir, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanındaydım və ona bir ərəb gəlir. Fəqalu, ya Rasulullah, ənə tədavə. Deyir ki, Allahın Rəsulu, biz deyir, müalicə alaq mı? Müalicə edəymi özümüzü? Allah nəbisi deyir, nəam, bəli. Ya ibadillah, tədəvu, fə innəlləhə ləm yədəə dəən illə vədə ləhu şəfəən, qeyri dəin vahid. Qalu və mə huvə, qalu əl-hərəm. Deyir ki, ey Allahın qulları, tədavi olun, müalicə olun. Allah Teala deyir, elə bir xəstəlik qoymayıb ki, ona bir şəfə qoymasın. Yalnız bir xəstəlikdən başqa. Sən sakit dur. O xəstəlik nədir? Qocalıq. İbnül Qayyim rahmetullah aleyh deyir ki, tətəmənnət hədihil əhədis isbətəl əsbəb vəl-musabbibət. Deyir, bu hədislər özündə nə əhatə edir? Səbəb və nəticələrin isbatını. Və ibtələ qavlu mən ənkərəhə. Və səbəb və onun nəticələrini inkar edənlərin qövlünün batil olmasını. Vəl-əmru bit-tədavi. Çünki Allah nəbisi tədavi etməyi əmr edir. Və ənəhu la yunafi təvəkkül. Çünki müalicə almaq təvəkkülə zid bir şey deyil. Kəmə la yunafi dəf'u ələməl-cu vəl-ətəş vəl-har vəl-bərd bi-əndədihə. Necə ki deyir ki, azlığı, susuzluğu, istiliyi, soyuqluğu onun zidləri ilə dəf edərkən. Azlığın ziddi nədir? Yemək yeməlisən. Susuzluğun ziddi nədir? Su içməlisən. Soyuğun ziddi nədir? İsti geyməlisən. Bunların ziddi ilə deyir, necə rədd edirsən? Burada bir problem yoxdur. Eləcə də deyir, müalicə almaqda təvəkkülə dair heç bir problem yoxdur. Yəni biri müalicəni buraxıb, mən Allaha təvəkkül etmişəm, bu səhvdir yəni. Çünki səbəb və onun nəticələrini sonuçda yaradan kimdir? Allah Azza və Cəllə. Bəl, la tətimmu həqiqətü təvhid illə bimübaşirətil əsbəb əlləti nəsəbəhəllahu Teala muqtadiyyətən li musabbibətihə qadarən və şərən. Deyir ki, bir insanın tövhidi həqiqətdə tamam olmaz, səbəblərə Allahın qədəri və şəri olaraq səbəb etdiklərinə və onun təqdir etdiyi nəticələrə sarılmadıqsa, bir insanın tövhidi tamam olmaz. Və ənə tə'tiləhə yəqdəhu fi nəfsi təvəkkül. Səbəbləri və nəticələri inkar etmək, təvəkkülün özünü rədd etməkdir. Kəmə yəqdəhu fil əmril vəl hikməti. Necə ki, Allahın əmr və hikmətini və yud'ifuhu min hayza yazunnu mu'addiləhə ənə tərqəhə aqva fit təvəkkül. Necə ki, Allahın əmr və hikmətini rədd etməkdir. Həmçinin təvəkkülü zəifləməkdir o mənada ki, həmin o təvəkkülü inkar edən elə zənn edir ki, onu tərk etmək daha yaxşıdır, daha qüvvətlidir. Təvəkküldən daha qüvvətlidir. Bu yanlış bir şeydir. Yəni Allah təvəkküldən daha qüvvətlidir. Yanlış bir şeydir. Və in tərəqəhə əczun yunafit təvəkkül. Yəni onu tərk etmək təvəkkülə acizlik edərək tərk etmək təvəkkülə ziddir. Təvəkkül hansı ki həqiqət o i'timadul qalb alallahi Teala fi husul ma yanfa'u al-abd fi dinihi və dunyahu. Hansı ki o təvəkkül ki onun həqiqəti insanın qəlbinin Allaha etimad etməsi və insanın dini və dünyası üçün ona fayda verəcək şeylərin hasil olunmasında birbaşa səbəbdir. Və dəfə mə yadurruhu fi dinihi və dunyahu. Və onun dünya və dinində zərər verəcək şeyləri dəf etməkdir. Və lə buddə mə hədil ihtimad min mübaşirətil əsbəb. Bu ehtimad ləbud edir ki, sən səbəblərə
tutunasan. Və illə kənə muəddilən lil hikməti və şəri. Yoxsa sən şəriətin hikmətini və şəriətin özünü nə edərsən? İnkar edərsən. Fələ yəcəlul əbdu əczəhu təvəqqülən və lə təvəqqüləhu əczən. Yəni, bir insan acizliyi təvəkkülünü də acizlik etməsin. Və qad ixtələfəl uləmə fit tədəvi. Alimlər nədə ixtilaf edib? Müalicə etməyin hökmündə. Müalicədə yox, hökmündə ixtilaf edib. Həl huvə mübahun və tərkuhu əfdal, əv müstəhəbbun, əv vacibun. Yəni, ümumiyyətcə müalicə etmək mübahdırmı? Və yaxud da onu tərk etmək daha fəzilətlidirmi? Və yaxud da o müstəhəbdir və ya vacibdir. Vəl-məşhur ən Əhməd əl-əvvəl. İmam Əhməddən məşhur olan birincidir. Yəni, nədir? Mübahdır, tərk etsən daha fəzilətlidir. Lihəzəl hədis və mə fi mənəhu. Bu hədis və onun mənasını kəsb edən hədislərə müqabil. Vəl-məşhur indəl şəfiiyyəti əth-thəni. Hətta zəkərən Nəvavi şərh-i Müslim, yəni şafilərə görə ikincidir, müstəhəbdir. Elədir? Müstəhəbdir. Ənəhu məzhəbuhu və məzhəbul cumhur sələf və əmmətul xələf. Deyir ki, ikinci rəy sələfin cumhurunun məzhəbi, həmçində onlardan sonra gələnlər ümumi olanın məzhəbidir. Vaxtarəhul vəzir Əbul-Muzaffar. Vəzir Əbul-Muzaffar qalə və məzhəbu Əbu Hanifə ənəhu müəkkidun həttə yudani bihil vücub. Yəni, Əbu Hanifə məzhəbinə görə qısa desək, vacibliyə aparır. Yəni, müalicə almaq. Məlikin məzhəbinə görə ənəhu yəstəvi fəaləhu və tərkuhu. Onu etməkdə, tərk etməkdə ikisi də eynidir. Aralarında heç bir fərq yoxdur. Və ənəhu qal lə bəsə bittədavi və lə bəsə bitərkihi. Yəni, müalicə almaqda və onu tərk etməkdə heç bir problem yoxdur. Az qalıb. Bəli. Şeyxülislam deyir ki, leysə bi vacibin ində cəmahir əimmə. Deyir, İmamların cumhuruna görə o vacib deyil. Və innəmə əvcəbəhu taifətun qalilətun min əshəbi Şəfi'i və Əhməd. Deyir, onu az bir tayfa, həmçinin İmam Şafi'i, İmam Əhmədin əshablarından vacib deyənlər olub. Hədisdə Uqqaşə qalxır ayağı, deyir ki, yəni məni onlardan et. Uqqaşə də kimdir? Min əcməlir rical, ən yaraşıqlı sahabələrdən olur. Sima baxımından, qoy-buxun baxımından hicrət edənlərdən olub, Bədirdə döyüşüb və orada döyüşüb, həmçinin harada şəhid olub? Riddə döyüşündə. Riddə. Və onu şəhid edən kimdir? Xalid ibn Vəlidlə döyüşüb şəhid edən kimdir? Tulihətul Əsədi. Özünü Peyğəmbər elan edən kəs. Lakin Allahın rəhm etdiyi istisna da həmin o özünü Peyğəmbər edən şəxs onu şəhid edəndən sonra özü təslim olur. İslamı qəbul edir. Həmçində o farslarla olan döyüşdə özü şəhid olur. Yəni. Həmin Uqqaşə, Allah ondan razı olsun, deyir, ya Rasulallah, ud'ullah ən yec'ələni minhum. Ey Allahın Rəsulu, Allaha dua etməni onlardan etsin. Əntə minhum. Subhanallah. Allah Rəsulu təsəvvürlə sənə deyir ki, sən onlardansan. Allahın Rəsulu deyir ki, sən onlardansan. Çünki biz bilirik axı, Allah Rəsulu özündən danışmır, vəhlə danışır. Yəni Allah ona vəhy edib ki, Uqqaşəyə denən ki, onlardansan. Lakin Buxarda gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Allahümmə cəəlhu minhum. Allahım onu onlardan et. Onu onlardan et.
Sonra başqa bir adam durur, deyir ki, Allahın Rəsulü, mənə də dua et, onlardan olun. Deyir, səni Uqqaşa keçdi. Burada Qurtubi gözəl bir söz deyir. Deyir ki, ləm yekun indəs-sani minəl əhvali mə kənə indəl Uqqaşa. Deyir ki, çünki ikinci şəxsdə Uqqaşada olan hallar yoxdur. Yəni Uqqaşada olan hallar ikinci şəxsdə yoxdur. Vəlizəlikə ləm yucibhu. Ona görə də ona cavab vermir. Zaten ona cavab versəydi icazəli olardı. Hər bir nəfər yəni dua etsin. Lakin Allah nəbisinin gözəl əxlağı var idi yəni. İndi keçdik, dərs burada bitdi, keçdik dərsin məsələlərinə. Birinci məsələdə müəllif deyir ki, mərifətu məratibin nəs fit tövhid. Tövhiddə insanların mərtəbələrini bilmək. Yaxşı, kim deyər? Varmı buna dəlil? Tövhiddə insanlar mərtəbəli? Əlbəttə var. Madam ki, cənnətə 70.000 nəfər əzabsız, hesabsız gedəcək və sən də iman edirsən ki, bu ümmətdən cəhənnəmə girənlər olacaq, sonra çıxanlar. Deməli, aralarında fərq var tövhiddə. İkinci məsələ, mənə təhqiqihi, onu təhqiq etməyinin mənası. Üçüncü məsələ, sənəuhu Subhanahu alə İbrahim bi kəvnihi ləm yəku minəl müşrikin. Allah Əzzə və Cəllənin İbrahimə sana etməsi o mənada ki, Allah deyir ki, o müşriklərdən deyildi. Sənəuhu alə sədətil əvliyə bi sələmətihim minəşşirk. Allah Əzzə və Cəllənin möminlərə, övliyalara, Allahın dostlarına sana etməsi, onlar şirkdən salamat edir. Hansı ayədir? Onlar Rəblərinə şirk etmirlər ayəsinə görə. Elə deyilmi? Beşinci məsələ, qovnu tərkir ruqyəti vəl-key min təhqiq tövhid. Tövhidi təhqiq etməkdə ruqyəni və damğalanmağı tərk edənlər. Altıncı məsələ, qovnul cəmi'i li tilkəl xisəl huvət təvəkkül. Bu xislətləri cəm etməyin səbəbi nə idi? Peyğəmbər Allah Əzzə və Cəlləyə təvəkkül etməkləri. Yeddinci məsələ, umqu ilmi səhabəti li ma'rifətihim ennəhum ləm yenalu zəlik illə bi əməlin. Sahabələrin elminin dərinliyi, onlar bilirlər ki, bu məqama yalnız əməl etməklə gəlib çatmaq olar. Səkkizinci məsələ, hirsuhum aləl xeyr, xeyrə olan hərislikləri. Doqquzuncu məsələ, fədilətü hədil ümmə bil kəmiyyəti vəl keyfiyyəti. Bu ümmətin həm kəmiyyət, həm keyfiyyətində fəzilətli olması. Onuncu məsələ, fədilətü əshəbi Musa. Musa və onun əshabının fəziləti. Çünki Allah nəbisi deyir, böyük bir qaraltı gördü. 11-ci məsələ, ərdul üməmi aleyhissalatu vesselam, ümmətlərin Peyğəmbər sallallahu aleyhi və səlləmə ərz edilməsi. 12-ci məsələ, ənə kullu ümmətin tuhşaru vəhdəhə mə'ə nəbiyyəhə. Bütün ümmətlər öz nəbisi ilə həşr olunacaq. 13-cü məsələ, qillətu mən istəcəbə lil-ənbiyə. Peyğəmbərlərə az bir qismin icabət etməsi. 14-cü məsələ, ənə mən ləm yucibhu əhədun yəti vəhdəhu. Kimə ki icabət olunmayıb, o nəbilər tək gələcək. 15-ci məsələ, səmərətu həzil ilm, bu ilmin səmərəsi. Və huvə ədəmül ixtiraril bil kəsrəti və ədəməl zuhdi fil qilləti. Çoxluqla aldanmamaq və azlıqdan da üz döndərməmək. 16-cı məsələ, ruxsatu fil ruqyəti minəl əyni vəl humə. Gözdəyməsi və zəhərli həşəratların sancmasında ruqyanın ruxsat olması. 17-ci məsələ, umqu ilmi sələf. Sələfin elminin dərinliyi. Çünki nə deyir? Qad əhsənə mən intəhə ilə mə səmiyə və ləkin kəzə və kəzə. Eşitdiyi ilə əməl edən nə gözəl. Fəulimə ənəl hədizə əvvəl lə yuxalifu səni. Buradan da bilinir ki, birinci hədis ikinci hədisə və ya ikinci hədis birinci hədisə müxalif deyil. 18-ci məsələ, bu'du sələf ən mədhil insan bimə leysə fihi.
insanda olmayan şeyə görə mət olunmasından sələfin uzaq durması. Çünki hədisdə deyir, mən gecə oyaq idim, lakin namaza durmamışdım, sancılmışdım. 19-cu məsələ, əntə minhum aləmun min a'lamin nübuvvəh. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəyə deməsi ki, sən onlardansan. Bu, əslində nübuvvətin əlamətlərindəndir. 20-ci fəzilət fədilətü Uqqaşənin fəziləti, çünki Allah nəbisi deyir, sən onlardansan, cənnət əhlindənsən. 21-ci məsələ, istimalul mə'aridin. Nə deməkdir? İstimalul mə'aridin. Mə'aridin nə deməkdir? Hə? Ev tapşırıq sən. Yox, ev tapşırıq. 22-ci məsələ, husnu xuluqihi. Peyğəmbər sallallahu aleyhi ve səlləmin əxlaqının gözəlliyi. Hardan çıxdı bu? Çünki ikinci bir sahabə deyir ki, ikinci bir şəxs daha doğrusu deyir ki, ey Allahın Rəsulü, dua et, mən də onlardan olum. Allah nəbisi gözəl bir əxlaqla cavab verir. Nə deyir? Deyir, Uqqaşə səni keçdi. Yəni, qapını açmır. Allah Azza və Cəllə bizi tövhid əhlindən etsin, onu təhqiq edənlərdən etsin və bizi də əzabsız, hesabsız cənnətə daxil edənlərdən etsin. Əmin və barakallahu fikum. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu.